Salam değerli izləyicilər, mən siyasi bloger Elnur Aliyev. Səidə Bəkir qızının bir videosunu qoyacağım. Zəhmət olmasa o videoya bir dənə baxın. Biz şəhid analarıyıq. Dedi mənə olsun ki, şəhid anaları ilə 50 şəhid anası idi. Böyük bir ekarus tutmuşduq. Qarabağa gedirdik. Portaldan hamımızı çox xahiş edirəm buna qulaq asın. Portal, mən nə deyirəm də bir dənə qulaq asın, biləsiniz nə deyirəm. Demək ki, portaldan hamımız keçməliyik. Gəlib çatmışıq posta. O Bərdədən keçirsən ha. Gəlib çatmışıq posta. Baxdılar ki, heç birimizin adı portalda yoxdur. Orada da biliriz ki, xüsusi yoxlanılır. Şəhid analar başladı. Bizim oğullarımız can verib bu torpaq uğrunda. Ölmürsüz şəhid analarını buraxmırsınız. Bu millət... Belə baxdım, dedim, nə olub ay xanımlar? Biz şəhid analarıyıq. Dedi, mənə olsun ki. Dedim, siz minanın üstünə cib ayağınızı basanda mina demirik. Bir də baxım, sən şəhid anasısan, yoxsa partladım səni. Özü erməni dilində deyirdi mina. Çünki mina basan ermənidir. Belə dayandılar şəhid anası. Səidə Bəkir qızı, şəhid anaları bizim başımızın tacıdır. Şəhid ailələri qarışıq. Amma sənin burada sözündə yanlışlıq var. Portala almaqdan ötəri pul ödəsələr miniyə düşməyəcəklər. Hə? Necə olur ki, nazir balaları bir dəfədə olsun gedib müharibədə iştirak eləmədən portalsız keçə bilirlər. Şəhid analarının 18 yaşına qədər böyüklüyü 1 manat da olsun dövlətdən xeyir görmədiyi övladları torpaq uğrunda getdilər, şəhid oldular. İndi onların anaları üçün ora keçiş pullandı. Nə olar ki? Pulsuz eləsələr, gedib oğullarının şəhid olduğu yerləri, müqəddəs yerləri ziyarət eləsələr pulsuz, parasız. Nə olar ki? Hə? Pul ödəməsələr miniyə düşəcəklər, pul ödəməsələr miniyə düşən deyirlər. Bax, sizin kimilər deyə ümumiyyətcə Azərbaycan xalqına, şəhid analarını əksirtmək istəyən şəhidlər və şəhid ailələri müqəddəsdir, toxunulmazdır. Bəli, beləçinə qalsa o torpaqlarda onların keçməkdən ötəri heç bir pul tələb olunmalı deyil, heç bir də portal açılmalı deyil. Yaxşı mı? Ayıb olsun sizlərə. Biz ömrü boyu, bax beləsinə vəziyyətdə ola-ola, belə vəziyyətdə ola-ola. Ona görə də elə ömrü boyda Əliyev hakimiyyəti bizə qapaz altı vurub, öz çadırının altında, bax bizi əzir, əzişdirir. Yaltaq olmayın, 72 olmayın, insan olun, insan.